Hamburqda xoş gördük. Daha doğrusu bizi Hamburqda çox gözəl qarşıladınız. Allah razı olsun. Harda doğulmusunuz? Azərbaycanda. Neçə ildir burada yaşayırsınız? 25 ildir. Necə olub ki bura gəlmisiniz? Necə olub Almaniyaya köçmüsünüz? Mən o vaxtı papamın bibisi köçüb bura. Ondan sonra bibim deyib ki, balaca qardaşım, mənim papama gəl burada iş var, imkan var. Gəliblər, o yolda gəliblər. O vaxt neçə yaşınız var idi? Bir yaşım tamam oldu. Az gün olandan sonra 2 gün, 3 gündən sonra gəldi Almaniyaya. Birbaşa Hamburqa. Moskvada 1-2 ay qaldıq, sonra gəldik Almaniyaya. Birbaşa bu şəhərə. Birbaşa bu şəhərin ərazinə, Yaxınlığına. kəndinə, sağ olun. Hamburqa nə vaxtdan köçmüsünüz? Hamburqa 2012-dən köçmüşük, amma Hamburqun düz qranisasında yaşamışam ömür boyu demək olar. Burada Alman dilində təhsil aldınız, yoxsa İngilis dilində? Yox, Alman dilində təhsil almışam. Alman dilində təhsil aldım. Technical Business Administration for Logistic oxudum burada. İnstitutda indi hal-hazırda işləyirəm. Həmin sahədə. Həmin sahədə. Azərbaycan dilini unutmamısınız. O vaxtı mən bağçadan çıxandan sonra babam nənəm bağçanın yanında yaşayırdılar. Məni götürürdülər bağçadan. O vaxtı onlar da sadəcə Azərbaycan dilində danışırdı. Həm də mənim babam demişdi ki, Azərbaycan dilini öyrənmək, danışmaq lazımdır. Bilmək lazımdır. Bilmək lazımdır. Mənim nəvəm bilməlidir. Düzdür, bəlkə yaxşı oxuya bilmirəm Azərbaycan dilini, amma danışmağa çox şeyi fikirlərimi paylaşa bilirəm. Azərbaycanlılara bu qədər bağlılıq, bu qədər xoş üz göstərmək, mehriban münasibət göstərmək bu ailədən gəlir. O ailədən gəlir təbii ki. Həm də hal-hazırda mən 25 ildə Almaniyada yaşasam da, mən heç vaxt mən özümü Alman kimi saymaram. Çünki hal-hazırda mən Azərbaycana gedəndə hiss edirəm ki, orada mənim kökümdür, mənim ürəyim orada açılır. İldə neçə dəfə gedirsiniz? İldə elə vaxt var ki, 3 dəfə gedirəm, elə vaxt var 1 dəfə gedirəm. Sumqayıtda, çox vaxtı Sumqayıt ərazidəyik. Qohumlar Sumqayıtdadır. Papa mama Sumqayıtda doğulub, ona görə qohumlar oradadır. Novxan tərəfində də tez-tez qalırıq. Hamburqun nəyin Azərbaycana aparardınız? Hamburqun nəyin Azərbaycana aparardım? Düzün desəm, yeməyini, şirniyyatını. Şirniyyatı çünki... Daha gözəldir. Şirniyyatı düzün desəm, buranın konfetləri başqa məsələdir. Bekağay, göbək deyirlər. Şəkər, burak kimi bir şeylər var. O tezdən yeməli bir şeydir də. O Franzbrötchen deyirlər Alman dilində. Buranın spesial bir qrift sayılır. Şəkər, burak kimi şeydir. Mənim ən sevimli şirniyyatımdır. Azərbaycanlıları görəndə niyə bu qədər sevinirsiniz? O vətənpərvərlik mənim papamdan, anamdan mənə öyrədilir. Həm də mən Azərbaycanı görəndə mən avtomatik özümü ailə kimi hiss edirəm. Mən 25 ildir Almaniyada yaşasam da, Almanlarla o yaxınlıq heç vaxt olmayıb, inanmıram ki, olacaq. Azərbaycanlılarla əlaqələr necədir? Çoxsundan yaxşı əlaqə saxlayıram. Eləsi var ki, əlaqəm heç yoxdur, amma o interes, onların fikirləri, maraqları cürbəcürdür, ona görə maraq fərqlənir. Bizi görəndə, bizi qonaq eləyəndə ancaq Azərbaycan musiqilərinə qulaq asırdınız. Başqa vaxt necə? Başqa vaxtda düzün desəm, Alman musiqilərinə də qulaq asıram. Rus mahnılarına da çox vaxt qulaq asıram. Hər tərəfli müzik dad var. Dad demək olarsa bilmirəm. Zövqünüz var. Zövqünüz var. Formalaşıb var. Birdən çıxıb gedib Azərbaycanda yaşamalı olsanız, hansı şəhəri seçərsiniz? Düzün desəm, Şuşa mənə çox xoşuma gəldi. Laçın ərazisi də çox xoşuma gəldi. Çünki mən 5-ci yay düşərgəsində orada olmuşam. Mən Almaniyada 25 ildir burada Nordside-da yuxarı tərəfdə qaldığım üçün dağlar yoxdur burada. Mən də dağları görəndə çox mənim ürəyim belə razılıq hiss edir. Ruhunuzu oxşuyur. Ruhumu oxşuyur.
Hərəsinə bir dəfə getdiniz, bir dəfə Şuşaya getmisiniz, bir dəfə Bir Laçına. dəfə Şuşaya, bir dəfə Xankəndiyə, bir dəfə də Laçında çox vaxtımızı keçirdik. Dağlardan başqa nə xoşunuza gəldi? Kebab. Azərbaycanın kebab dünyasının nömrə 1-dir. Kim deyə Laçını soruşuram. Laçında Mənim Laçın- vətənim olduğu üçün, Laçın- rayonum olduğu üçün istəyirəm Laçını biraz tərifləyəsiniz. Başqa nə xoşunuza gəldi? Laçında düzün desəm biz çayın qırağındaydıq. O huzur mənə o qədər verdi. Orada çox gözəl vaxt keçirdim. Dostlarla təzə connection Yeni əlaqələr yarandı, tanışlıqlar yarandı. Bəli. Qəşəng vaxt keçirdim. Həm də o tezdən durub o çayın səsini eşitmək Adamın ruhu dincəlir. çox mənim ürəyimə damdı. Həm də havası bilmirəm siz bunu hiss elədinizsə, amma Azərbaycanda Laçında avtomatik başqa hava gedir. Yəni mən böyük şəhərdə böyümüşəm. Amma burada havası cürbəcürdür. Laçında başqa məsələ idi də. Orada avtomatik bilirdin ki, bu nature deyirlər Azərbaycan Alman dilində. Dağların içindəsən, meşəlikdir. Təbiət insanı bəli, valeh eləyir. Almaniyada yaşamasanız Avropanın hansı şəhərində, hansı ölkəsində yaşayardınız? Bizim desəm Şveysariyada, İsveçrədə. İsveçrə, Turist şəhərində ya da Basel şəhərində. Orası çox gözəl bir qədimli yerdir. Həm də dağların ərazisindədir. Çay da ortada var, o məsələ üçün orada yaşayardım. Bu dəqiqə Almanca düşünüb Azərbaycanca danışırsınız, yoxsa Azərbaycanca düşünürsünüz? Bizim desəm Almanca düşünürəm çünki Hərdən sözləri qarışdırmaq məsələsi də var. o qarşılamaq məsələsi var. Əsəbləşəndə, şəkər qalxanda qarşı. Güldürdünüz bizi. Alman sözləri ilə Azərbaycan sözləri qarışır. Azərbaycan sözləri də bir-bir. Amma bir-birinə qarşı da o avtomatik türklərdə də buradakı türklər, buradakılar doğulan, böyüyən, onlar avtomatik dilləri qarışdırırlar. Hərdən bir elə sözlər var ki, Azərbaycan məsəl üçün Feyxua mən çox sevimli meyvəmdə. Orada Almaniyada amma heç yerdə yox, o almaq da mümkün deyil. Feyxua mən tərcümə edə bilmərəm Alman dilində. Alman dilini təmiz bilsəm də, Feyxua bilmərəm nədir, yoxsa ləvəngi nədir, yoxsa belə asosiasiya ilə bağlı elə sözlər var ki, Azərbaycan dilində bilirəm, amma Alman dilinə tərcümə bilmirəm. Çox xoş oldu Cavidan. Sizlə tanış olmaq. Biz düşərgədə də görüşmüşdük. Xoş oldu Almaniyada görüşmək, söhbətləşmək. Həmişə belə güləriz olun. Həmişə belə qonaqpərvər olun. Həmişə bizə doğma olun. Allah razı olsun. Vatanına yakın dur, vatanına yakın